Üç qisim insan var. Birinci qisim hər zaman özlərini günahlandırırlar. Hər şeydə, hər şeyin səbəbkarı, günahkarı bu insanlardır deyə düşünürlər. Yəni özləridir deyə düşünürlər. İkinci qisim başqalarını günahlandırır, ancaq hər şeydə başlarına gələn nə olursa olsun başqalarını günahlandırırlar. Üçüncü qisim isə fərqində olan insanlardır. Fərqindəlik yaşayan insanlardır. Əslində bunlar məsələyə obyektiv yanaşırlar. Bilir ki, tutaq ki, mən filan kəslə münasibət quranda, söhbət eləyəndə, tutaq ki, mənim başım ağrıyır. Məsələn, adi elementar sual deyim də bu üç qismi. Birinci qism, tutaq ki, kimləsə söhbət elədi, onun informasiyasını, negativ informasiyasını öz sahəsinə ötürdü. Düşünür ki, mən günahkaram, mən insanlarla ünsiyyət qura bilmirəm, quranda da bax belə mənim başım ağrıyır, gözüm ağrıyır. İkinci qism ancaq günahlandıracaq, deyəcək ki, hə, filan kəslə mən söhbət eləyəndən sonra həmişə mənim başım ağrıyır, əsəbim pozulur və s. Əslində haqlıdır, yəni bizim bu misalımızda, amma o hər zaman başqalarını günahlandırır. Üçüncü qism isə bunun fərqində olur. Düşünür ki, yəni ikinci qismin sağlam, yəni qismindən fərqi odur ki, onlar problemi ancaq başqalarında görürlər və heç kimlə ünsiyyət qurmaq istəmirlər buna görə. Düşünürlər ki, insanlar yalnız negativ verirlər. Digər qism isə bunun fərqindədir. Məsələn, o bilir ki, konkret bu insan negativdir, amma başqa digər insan negativ deyil, ondan söhbət edə bilərəm.